Həzrəti İsa əleyhissalamdan bir hədis nəql olunur. Həzrəti İsa əleyhissalam buyurur ki, insanların ən bədbəxti xalq arasında öz elmi ilə məşhur olan, məşhurlaşan və əməli ilə tanınmayan şəxsdir. Xalqın arasında məşhurdur elmi ilə, amma əməli ilə tanınmır. Bu hədis Həzrəti İsa əleyhissalamdan rəvayət olunmuşdur və elm ilə əməl arasında olan məsafənin, olan uçurumun insana mənəvi cəhətdən bədbəxtlik gətirdiyini və ən bədbəxt insanlardan olduğunu bizə çatdırır. Biz bilməliyik ki, bir şəxs elm sahibidirsə, təkcə onun elmli olması onu xilas eləyə bilməz, xilas eləmir. Birisi elm sahibidirsə, əməli yoxdursa, elm əmələ çevrilmirsə, o insanı xilas eləməyəcək. Hətta elm insana əlavə məsuliyyət gətirir. Yəni, danışan çox ola bilər, öyrədən çox ola bilər. Amma yaşadığı ilə danışdığı, öyrətdiyi uyğun olmasa, bu ən təhlükəli bir ziddiyyət yaradır. Əməllə elmin uyğun olmaması. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Səf surəsinin 2 və 3-cü ayələrində buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu, limə təqulunə mə lə təfəalun. Ey iman gətirənlər, niyə etmədiyinizi deyirsiniz? Niyə, nə üçün etmədiyiniz şeyi insanlara deyirsiniz? Kəbura məqtən indəllahi ən təqulu mə lə təfəalun. Etmədiyiniz bir şeyi demək, Allah yanında böyük bir qəzəbə səbəb olar. Allahı belə deyək, bəli, Allahın ilahi əzaba səbəb olar. Allahın qəzəblənməyi nə deməkdir? Yəni, Allahın bu iş üçün cəza təyin eləyək. İnsan bundan bəlaya düçar olar, əzaba düçar olar. Allah Teala başqa bir ayədə, Cümə surəsində 5-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Məsəlullezîne hummilut-Tevrat, thumma lam yahmiluha kəməthəlil himar yahmilu əsfara. Tövratı belə deyək, Tövrat yüklənib, sonra onu daşımayanların misalı, yəni Tövratı mənimsəyib, kitabı mənimsəyib, ona əməl eləməyənlərin misalı, kitab daşıyan uzunqulağa bənzəyir. Yəni, məlumat başqadır, elmi öyrənmək başqadır, əldə etmək başqadır, o həqiqəti yaşamaq isə başqadır. Ona görə Allah Teala buyurur ki, İnnəmə yaxşəllahə min ibadihil uləmə. Allahdan öz bəndələri içərisində ən çox qorxan Allahdan alimlərdir. Alim kimə deyirlər? Alim o şəxsə deyirlər ki, elmi onu Allaha yaxınlaşdırsın, qəlbində xuşu yaratsın, həyatında dəyişiklik yaratsın. Alim o şəxsə deyirlər ki, elmi onda təvazökarlıq yaratsın, elmi ilə Allaha yaxınlaşdırsın. Amma elmi ona təkəbbürü gətirməsin, elmi onun bəlasına çevrilməsin, elm onun üçün əlavə yük olmasın. Ola bilər ki, insan bir şeyə inanır, bir şeyə bilir, amma başqa cür yaşayır. Bu insan üçün çox təhlükəlidir. Və təhlükəsi də bundan ibarətdir ki, insanlara bunu təbliğ eləyir, insanlara deyir, insanlara deyir ki, məsəl üçün filan şey eləməyin, amma özü eləyir. Hətta bəzən də deyəndə deyirlər ki, mənim dediyimi elədiyimi eləmə. Güya biraz yumor da qatır. Amma bu bədbəxtçilikdir. Allahın yanında ən çox qəzəbə səbəb olan şeylərdən biri budur ki, sən bir şey eləməyəsən, amma insanlara deyəsən. Xalq arasında sən elminlə məşhurlaşmısan, amma əməlin yoxdur. Səni əməl eləməyən kimi tanıyırlar. Əməlsiz elm nəyə bənzir? Əməlsiz elm vasitəsilə sən başqalarını oyadırsan.
amma özün yatmısan. Başqalarına nur verirsən, amma özün zülmətin içərisindəsən. Haqqı deyirsən, amma haqqı yaşamırsan. Hədisdə var ki, qiyamətin günündə ən çox peşman olan şəxslərdən biri bu şəxslər olacaq. Hansı şəxslər? Bu danışır və bunun elmi vasitəsilə insanlar iman gətirir, əməl edir, cənnətə gedir. Bu isə qiyamətin günündə ilahi əzaba düçar olur, cəhənnəmə gedir. Bunun sözlərinə əməl eləyənlər gedir cənnətə, bu özü qalıb cəhənnəmdə. Qiyamətdə ən çox peşman olan şəxslərdən biri bu şəxslər olacaq. Və qiyamətdə cəhənnəm əhlinə əzab verən, narahatlıq verən bir qoxu gələcək həmin şəxsdən. Hədislərdə qeyd olunur. Amma bir adam elminə əməl eləsə, onun belə deyək, danışmağa bir sözü də olacaq. Danışmağa bir qəlbi də olacaq. Çünki insan öz dediyinə əməl eləyəndə sözünə bərəkət gələr, sözü təsirli olar, qəlbdən qəlbə keçər. Biz bəzi şeyləri görməsək də, mən bir şeyə əməl eləməyəndə mənim sözüm təsir eləməz. Hətta qarşımdakı bilməsə belə, bilməsə ki, mən ona əməl eləmirəm, burada nə olacaq? Bilmir. Amma mənim əməl eləməməyimin nəticəsi nədir? Mənim sözüm təsirli olmayacaq. İmam Baqir əleyhissalam buyurur ki, burada üç cür məsələ var, üç cür hal var. Bir sözü deyirsən və dediyin sözə əməl də eləyirsən. O sözü deyərkən sözün təsirli olacaq. Bir sözü deyirsən, dediyi və əməl eləmirsən. Burada da iki hal var. Ya qarşındakı onu bilir, ya bilmir. Bir sözü deyirsən, dediyi və əməl eləmirsən. Qarşındakı bilirsə ki, əməl eləmirsən, sən rüsvay olursan. Çünki mən deyirəm, ay cəmaat, namaz qılın, özüm namaz qılmıram. Qalxıb deyər ki, adam, özün namaz qılmırsan, mənə deyirsən, namaz qıl. Adam rüsvay olar. Bir də üçüncü hal budur ki, mən bir sözü deyirəm, dediyim sözə əməl eləmirəm. Qarşımdakı isə bunu bilmir. Belə olan halda, İmam Baqir əleyhissalam buyurur ki, belə olan halda sən sözünün təsiri olmaz. Bilməsə belə əməl elədiyini bilməsə belə sözün təsirli olmaz. Ona görə elmi ilə tanınıb əməl eləməyənin faciəsi budur ki, başqalarına yol göstərir, amma özü yolda deyil. Özü yolun azıb, amma başqalarına yol göstərir. Allah Teala bizləri bu cür şəxslərdən qərar verməsin inşallah. Allaha bu cür şəxslərdən olmağa Allaha sığınırıq ki, belə şəxslərdən olmayaq. Allah Teala aqibətimizi xeyirli eləsin. Allah Teala dediyimiz sözlərə, bildiklərimizə əməl etməkdə bizlərə müvəffəq eləsin inşallah. Allah Teala bizləri elmsiz abid, əməlsiz alim qərar verməsin inşallah. Allah Teala dediklərimizə əməl eləyənlərdən, dediklərimiz sözləri təsirli olan şəxslərdən qərar versin. Amin, amin ya Rabbal aləmin.